Salamlar, bugün yeni gələn RP və güncəlləmə haqqında danışacağıq. Təzə gələn RP M13 S13 RP-sini mən açdım, 3 maç falan atdım. Oyunu incələmək üçün, çünki danışmaq lazımdır ki, nədir. Burada elit pasında bunu yuxarıda gördüyünüz kimi sadə şeylər. Aşağıda isə bu 2 set, bu isə doğrudan da həddindən artıq yaxşıdır. Yəni itfaiye setini andırır hardasa. Bu RP sezonluq OC-lər falan, bu hanser doğrudan çox yaxşıdır. Bıçağına o qədər deyənmərəm. Bıçağını bəyənmədim sözümsü. Kaskı da çox abartıdır. Bax, P90 yaxşı oldu. Yəni efsanevi skin olaraq yaxşı oldu. Çünki yox idi. Qalanların hamısı bildiyimiz kimi 2 dənədir. Biri bonus passinkidir, o birisi də yüksəltilə bilirdi. O da hamıda yoxdur. Bu yaxşı oldu P90 skin olaraq. Bu da sizinlə mən də bərabər indi baxıram emojimizə. Belə də çox da oyun içi o qədər də yaxşı deyil. Bunlar bildiyimiz kimi destansı, 2 dənə destansı. Yəni yaxşıdır, o qədər də pis deyil. Qoy mən maskanı çıxardım. Maska da qoymur tam olaraq yaxşı görünməyə. Aha, qaldığımız yerdən davam eləyək. 40'daydıq da, səhv eləmirəmsə. Aha. Düzdür, pis set deyil, şirin setdir, yaxşı bir setdir, amma oyunda istifadə baxımından o qədər də yaxşı deyil. Çünki arxası geniş olmağı oyunda bəlli edicidir. Amma bu oyunda əsas şey sürət və incəlikdir. Aha, bu nədir? Təzə gəlib. 60 OC indirim kuponu. Hə, ikisini bir yerdə verəcək, anladım. 45'də də bu, 50'də NS2000 olmalıdır. Hə, NS2000'i yüksəltilə bilirik. Burada ilk səviyyə gördüyünüz kimi yaxşıdır, pis deyil. Gelişmiş sürəti yaxşıdır doğrudan, amma ölüm duyurusu məncə NS2000'in ən bəlirtili, ən yaxşı özəlliyidir deyək. Bundan sonra elit pasinin 51'dən 100 olan hissəsində 60'ın 55'indən baxaq. Tapancası yaxşıdır. Nədir? Mesut komiseri doğrudan yaxşıdır. Keçmiş vibe, gəmi vibe verir. Sonra sunkası da qəşəydir. Qırağındakı lampalar da yaxşı görünüm verir. 2 səviyyəsi, 1 səviyyəsi də bu da bunlar. Sonra bunlar heç oyun heç bir məntiq yoxdur. Bu UAZ. Oyunda UAZ onsuz da bildiyiniz kimi çox az tapılır skinləri. Daha doğrusu skinlər var. Məsələn də 2 il, 3 ildə başlayan, oyuna çox pul vurmayan bir insan üçün, bir hesab açmış biri üçün bu o qədər də UAZ tapılmır. Amma bu RP təzə gələn UAZ doğrudan həm qara, içinin qızılı, qırmızı olması yarışçı, daha çox zəngin bir vibe verir. Görürsünüz, gəmi vibe verir. Sonra paltar incə, çox yaxşıdır. Mən bunu ümumiyyətlə çox bəyəndim. Sonra bunlar əlavə UC-lər. Sonra GPU sadə bir GPU-dur. Baxır, gezgin, mən bu emojiyə baxmışdım. Bu doğrudan bu Royal Pass'in ən yaxşı, nətər deyərlər, ən yaxşı emojisidir. Sis bombası, sadə sis bombasıdır. Sonra bu da bayaq kimi 60 uca verir. Hansını istəyirsinizsə hayalet ya da bu fərq yoxdur. Baxırsın istəyinizə. Bronz kıvılcım, bu təzə gələn MK-dır. Çox da yaxşı deyil, amma qızıl olmağı, altındakı raketlərin olmağı bunu çox yaxşı vəziyyətə gətirir. 95'də bildiyimə görə bir şey olmalıdır. Bu da bir dəqiqə, axırıncını göstərəmədim. Axırıncı da belə
Axırıncının bir şey yaxşıdır ki, bunu rəngləmək olur və bu rəngləndikdə bir dəqiqə belə göstərim. Rəngləndikdə çox gözəl, məsələn bu ikinci qara qırmızı olmağını çox gözəl bir vibe verir. Və yaxud da bənövşəyi, oyunda bənövşəyi sevənlər çoxdur. Bənövşəyi qurub daha bir özünüzə uyğun xüsusiləşdirə bilərsiniz. Sonra buradan daha yeni gələnlər Thomas Shelby maşınıdır. Oradan çox yaxşı maşınlardır. Təbii ki bizim səviyyəmiz üçün deyil, amma daha oyuna həvəskar və pul vura biləcək səviyyədə adamlar üçün doğrudan yaxşı maşındır. Bu səhv eləmirəmsə Toros'a gedir. Bu şeydə bu Ford neydi bu? Adını bilirdimi? Mustang'ın bir adıydı səhv eləmirəmsə. Bu Thomas Shelby'nin o Dodge də. Yoxsa elə bir adı var idi. Bu doğrudan çox gözəldir. Həm qara ağ olmağı onu daha qəşəng göstərir. Bu onun egzozlarıdır. Yəqin ki arxadan partladılmasını göstərir. Bu onun arxadan əlavə bir ekləntidir. Bu qədər də xüsusi bir şey deyil. Bu da yaxşıdır. Quyruq olaraq yaxşı görünür maşının qıraqlarından. Baxın belə. Burada görünmür. Bunları o qədər də bəyənmədim deyərlər. Belə o qədər də yaxşı deyil. Əlavədə 240'a boyadır. Bunu nə tər edirsiniz? Bir maşın verirsiniz. Maşını da 3 yanında 3 dənə də boya. Bunu belə rəhləndirirsiniz. Bu ikisindən onsuz söz yoxdur. Həddindən artıq gözəl bir dizayn var. Sonra daha yeni gələnlərdən burada sizinlə bir yerdə bax. Aha, daha yeni gələnlər ev RP'si deyə bir şey gəlib. O yüklənəcəm. Mən də sizə təzə gələn şey haqqında danışım, mod haqqında danışım. Mod da mən də təzə yüklədim, Platin 1'əm. Özüm bundan əvvəlki sezon aşk ustası 6 mıydım? Neydim, belə bir şeydi. Bundan əvvəlkində bu təzədir. Yox. Bunda da setləri verir. Taç, bunda da seti verəcək, səhv eləmirəmsə axırıncıdır. Sıralamaya baxma ehtiyacı yoxdur onsuz da. Nə işimiz var sıralamada. Statiklər 10 KD'm var. O nə qədər olmasa da oyun təzədir də, o qədər yəni yuxarı olmağına elə deməyin ki necə o qədər yuxarı olur. Asus'dası olmuşam. Görün yükləndi. Yükləndi. Evə də girək. Ev haqqında da bir-iki göstəriş göstərim. Ev RP'si haqqında da danışaq. Ondan sonra da videomuzu bitirərik yəqin ki. Dəqiq deyil, amma yenə də baxarıq. Bəlkə daha yeni bir şeylər var. Bunu deyəcəkdim elə. Bir dəqiqə bunu alım. Aha. Demək buradakı Elite Pass'də gördüyümüz kimi 54'lük 54 refah verən çox qəşəng taxtdır. Bu 400 şeyə açılır. 400 UC-yə və bunu deyərsiniz ki, bunu necə artır tutalım ki aldım və bunu istəyirəm ki bir levələrini qaldırım. Maksimum 20'dir səhv eləmirəmsə. Aha 20'dir. Ödüllərini göstərim barədə danışaq. Açarlar. Açarlarda indi göstərəcəm nə işə yarayır. Sonraki bunun üst hissəsi və dalbadal açarlar. Demək açarlar bizə burada çarxı fırlatmağa aşağıda görürsünüz 3'ə və yaxud da 1 açara və yaxud da 27 və yaxud da 10 açara. Bu işə yarayır açarlar. Daha sonra RP'ni necə eləyə bilərsiniz? Burada görevlər yeri var. Görevlərdən elədikcə də burada da sizdə Elite Pass yeri
yavaş-yavaş artmağa başlayır. Və məsələn də görürsünüz burada deyir evə girdiyində ödülləri al. Burada 20 gün girsəz bunları verəcək yuxarıdakıları. Yəni UC vurub açmamısınızsa. Təbii ki də 400 UC biz əlavə bir evinizi də doğrudan refahına xüsusi önəm verirsinizsə 400 UC açıb bunda evinizi xüsusiləşdirə bilərsiniz. Daha sonra evdən çıxaq. Ev RP'sini göstərdim. Təzə modu bundan sonraki videomuzda göstərəcəm. Oyun içi hər şeyini danışacağım. Bunu alaq. Daha sonra bir şey qalmışdı. Hə bu. Daha çox qəşəng setlər gəlib dalbda. Mənim ən sevdiyim mavi set oldu. Dalınca sumkası həddindən artıq qəşəngdir. Yəni çox qəşəngdir. Çox incə, yəni çox əla bir çantadır. Bu qədər yəni balaca bir çanta hələ bilmirəm ki oyuna gəlmişdi ya yox. Çox qəşəng çantadır. Daha sonra pəmbə seti daha qızların sevəcəyi bir setdir. Və bu da pofuduk seti. Məncə bunların içərisindəki ən gözəl setdir. Videomuz bu qədər dostlar. Videoya like atmağı unutmayın. Yorumlarda öz fikrinizi bildirərsiniz. Gələn videomuzda da bu mod haqqında danışacağıq və oyun içi hər şeyini göstərəcəm. Gələn videomuzda görüşənədək sağ olun.